Salam uşaqlar, hər kəsi kanalımızda xoş gördük. Bugün yekun monitoring 2-nin izahlarını verəcək. Gəlin 26-cı sualına vaxt itirmədən başlayaq. Əköb 160 80 30-un deyir ki, yəni 160 80 30-un əköbünü tapın. Öncədən də qeyd edeyim ki, inşallah çalışacağam ki, gələn həftədən güvənin yeni nəşri olan 6-cı siniflər üçün 20 sınaqdan ibarət kitabı çıxıb, monitoring kitabı çıxıb. İnşallah sabahdan etibarən çalışacağım ki, imtahana qədər heç olmasa o 20 dənənin bir yarı hissəsini işləyə bilək. Keçdik. Əköb 160 80 30-u tapın. Birinci hər birini ayrı-ayrılıqda sadə vuruqlara ayırırıq. 160-ı, 80-i və 30-u. 160-ı 2-yə böləndə 80, 2-yə böləndə 40, bura yerləşməyəcək 10, 2-yə böləndə bura 5, 5, 1. Bu şəkildə qeyd etdik. 3 dənəli olduğu zaman birinci 2 dənəsini tapıb, sonra digərini tapmaq olar. 160 ilə 80-in əköbü bilirik ki, 160-a bərabərdir. Bunlar ortaqlarını qeyd etdiyimiz zaman 160-ı vuracaq 3-ə, edəcək 480. Yəni A variantı. A-nın hansı qiymətində aşağıdakı bərabərlik doğru olar? Bunu çarpaz vurub yaza bilərsiniz, amma ekvivalent nisbətlərdən də yola çıxıb yaza bilərsiniz. Necə ki, yəni 5-dən 125-i necə alıb? 5-i 125-ə vurub ki, 5 vurulsun 25 bərabərdir 125 olur. O zaman mən məxrəci nəyə vurmuşamsa, sürəti də eyni ədədə vurmalıyam. 3-ü vuracaq 25-ə, 3-ü də 25-ə vurduğumuz zaman edəcək 75 variant B variantı. Diametri 3 desimetr olan çevrənin uzunluğu neçə santimetrdir? Söhbət desimetrdir və santimetrdir, çevirməkdən gedir. Diametr D bərabərdir 3 desimetri yazırıq. Biz bilirik ki 1 metr, sonda cavabı alaq, o şəkildə heç birbaşa ilə hesablayaq. 1 desimetrimiz bilirik ki 10 santimetrdir. O zaman məndə 3 desimetr olacaq 30 santimetr. Çevrənin uzunluğun desimetrində olan ifadəsi S bərabərdir pi D-yə. Pi olduğu kimi qalır. Verməyən də elə pi-nin özünü götürürsünüz. Diametr isə 30-dur. Deməli, cavabımız 30 pi santimetr. Cavab B bəndə. 160 ədədi 2, 3, 5 ədədləri ilə düz mütənasib hissələrə bölünmüşdür. Kiçik hissə ədəddən neçə dəfə azdır? Söhbət ədəddən gedir. Deməli, 2x üstə gələk 3x, üstə gələk 5x bərabərdir 160-a. 5, 10x bərabərdir 160, x də bərabərdir 16-ya. Biz bilirik ki, 2x bərabərdir 2 vurulsun 16, 32. Hamısını yazaq, sonra 48, 5x bərabər 5-i 16-ya vuranda 30, 90, yox 80. 6, 5, 30, 5, 1 yadda 3, 8. Bu etdi 80. Kiçik hissə, yəni 32, ədəddən neçə dəfə azdır? Ədədimizdə 160 ədədi daha. 160 bölünsün 32, o da bərabərdir 5-ə. Variant D variantı. Ədədin 2 dəfə artması neçə faiz artması deməkdir? Ədəd 2 dəfə artırsa, deməli ədədimiz məsələn A-da 2 dəfə artdı, oldu 2A. Deməli 2A çıxılsın, A bölünsün, A vurulsun 100 faizə. Bu da edəcək elə 100 faiz. A variantı. Düsturumuz faiz artımı düstur. Yeni qiymət çıxılsın, köhnə qiymət bölünsün. Köhnə qiymət vurulsun 100 faizə. Kat çoxluğunun elementlərinin sayı ən kiçik 2 rəqəmli ədəddən 2 vahid çoxdur. Ən kiçik 2 rəqəmli ədəd hansıdır? Bilirik ki, ən kiçik 2 rəqəmli ədəd 10-dur. 2 vahid çox olan olacaq 12. M çoxluğunun elementlərinin sayı ən böyük 2 rəqəmli 99-dur. Ədədə deyir bərabərdir. M də bərabərdir 99-a. Deyir NM çıxılsın NK. Yəni 99-dan 12-ni çıxmaq istəyir bizdən. Bu da edir 87.
Növbəti sual. Deyir çevrənin radiusu 16 santimetrdir. ABC üçbucağının perimetrini tap. Yəni burada radius bizə 16 verir. Biz bilirik ki, bax, buradan bura qədər radiusdur. Buradan bura qədər də radiusdur. Bu da radiusdur. Yəni bu ümumi 2 dənə radiusdursa, yəni bu diametr sayılır da. 2 dənə radius diametr sayılır. Əgər bura 16 verirsə, burada 16, 16, yəni bütöv bu çevrə olur 32. Elə birbaşa yazaq. Bu da yarıdır, olur 16. Fikir versəz, bura sanki bir çevrədir. 2 dənə yarım dairələr birləşir, radiuslar birləşir. Burada sanki bir çevrədir. Onda burada olur 32, burada olur 32. Bu hissə yarımdır deyə, elə radius 16-dır. Bu hissə yenə bütöv olduğu üçün olacaq 32. Bu hissədə yarım olduğu üçün olacaq 16. ABC üçbucağın perimetri deyir ki, hər tərəfini cəmlədə götürürük. 16 üstə gələk 32, üstə gələk 16. AB tərəfim qutardı. Keçirim BC tərəfimə. 16 üstə gələk 32, üstə gələk 16. BC tərəfimdə qutardı. AC tərəfimdə 32, üstə gələk 32. Bunu da hesabladığımız zaman edir 192 santimetr. Ədədin 5də 2 hissəsi 140, B ədədinin 4də 1 hissəsi 150 olarsa, A bölünsün B nisbətini tapın. Bu A ədədinindir. A ədədinin 5də 2 hissəsi 140-a bərabərdir. Yəni bu səhət demək istəyir ki, A vurulsun 5də 2 bərabərdir 140-a. Biz buradan A-nı tapdığımız zaman 140-ı sanki bölməliyik 5də 2-yə. Biz demişik axı birinci olduğu kimi qalır, ikinci tərsinə dəyişir. Hesabladığımız zaman olur 350. Bu A-nı tapdıq biz. Deyir ki, B ədədinin 4də 1 hissəsi 150-dir. B vurulsun 4də 1 bərabərdir 150-yə. B də bərabərdir 150 bölünsün 4də 1. Yenə çevrildiyi zaman olacaq 4 bərabərdir 600-ə. Mənə deyir ki, A bölünsün B-yə. Yəni 350 bölünsün 600-ə. Hər tərəfi 50-yə ixtisar etdiyimiz zaman olacaq 12də 7. Və cavab A variantı. Doğru cavabları müəyyən edərək artan sıra ilə yaz. Buradan A-nı tapaq biz. A bərabərdir. Toplanan cəmdir. Məlum olmayan toplanan tapmaq üçün cəmdən məlum olan çıxmalıyım. Yəni, mənfi 50-dən mənfi 23-ü çıxmaq o deməkdir. Çalışaq elə burada yazaq, eyb yox. Mənfi 50 çıxılsın mənfi 23. Bu edəcək A bərabərdir mənfi 50 üstə gələnsin 23. A da bərabərdir mənfi 27-yə. A-nı tapdıq ki, mənfi 27-dir. Keçək B-yə. Çalışaq hamısını yazaq. B bərabərdir, elə misalın özündə verir. Mənfi 28 üstə gələk 50. Yəni B bərabərdir 22-yə. Bunu da tapdıq. C-ni tapaq. C bərabərdir, azalan çıxılan fərqdir. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı əlavə etməliyəm. Yəni, mənfi 30 üstə gələk 57, C də bərabərdir 27-yə. Sonuncu D-ni də tapanda deyir, C üstə gələk B bərabərdir D-yə. Buradan görürsünüz, bəli. C üstə gələk B bərabərdir D-yə. C nə qədərdir? 27 üstə gələk 22 bərabərdir 49. Yəni, D bərabərdir 49-a. İndi bunu artan sıra ilə yazmaq istəyir bizdən. Artan sıra ilə bu şəkildə artır da. A, B, C, D. Yəni, A variantı. Diaqramda şagirdlərin sayı və imtahanla bağlı aldığı qiymətlər göstərilmişdir. 5 alanların sayı sinifin, bütün sinifin neçə faizini təşkil edir? Bax, 2 alanlar 6 nəfərdir. 3 alanlar 10 nəfərdir. 4 alanlar 16 nəfərdir. 5 alanlar 8 nəfərdir. Bunların ümumi cəmi bizə verir 40-ı. Yəni, bunları hamısını topladığımız zaman 40 edir. 5 alanların sayı da 8-dir. Deyir, 5 alanların sayının bütün sinifin sayına, biz demişik axı, faiz hissə bölünsün, bütöv vurulsun 100%-dir. Vurulsun 100-ə. Bu da edəcək 20. Yəni, 20% 5 alıb. Xalidin 100 manat pulu var. O, həmin pulun 9 manatına kitab aldı. 100 manatı var, 9 manatına kitab aldı, qaldı 91 manatı.
Qalan puluna isə 13 dənə dəftər aldı. Yəni mən 91-i 13-ə bölməliyəm. Tapmalıyam ki, bir dəftər neçə manatdır. O da 7 manat edir. X bərabər -11 olduqda bu ifadəni sadələşdirin. Gəlin birinci biz bu ifadəni sadələşdirək, sonra x-in yerinə qiymətini yazaq. Mən buradan elə birbaşa cavabını yazıram ki, vaxt getməsin. 3-ü 14-ə vurduğumuz zaman deməli edir 42x. 3-ün 5-ə vurduğumuz zaman edəcək 15. Çıxılsın. 7-ni 15-ə vuranda 105. Çıxılsın. 7-ni 6-ya vuranda 42x. Bu 42x ilə 42x ixtisar gedəcək. Çünki 42-dən 42 çıxdığımız zaman 0x edəcək. 0x ilə yəni heç bir şeydə 0-dır. Mənfi müsbət 15-dən də mənfi 105-ə çıxdığımız zaman edəcək -90. Yəni burada x-in qiymətini yerinə qoymağa ehtiyac olmaz. Çünki burada x olmadı. Ona görə elə cavabımız -90 edəcək. Ola bilsin siz burada yaxşı düşmür. Mən yenə də oxuyuram sizin üçün. Oturacağının deyir sahəsi 30 desimetr olan silindrin hündürlüyü, oturacağın sahəsi S oturacaq bərabərdir deyir 30 desimetrdir. Silindrin hündürlüyü də H bərabərdir 70 desimetrə. Onun həcmini tapın. Həcm düsturumuz bilirik ki, V bərabərdir S oturacaq vurulsun H-a. Yəni 30 vurulsun 70, bu da edəcək 2100 desimetrin kubu. Yəni C variantı. Şəklə əsasən x-in qiymətini tapın. Biz şəklə baxdığımız zaman görürük ki, bunlar qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Yəni 3x üstə gələ 56 bərabərdir 4x çıxılsın 12-yə. 3x çıxılsın 4x bərabərdir -12 çıxılsın 56-ya. -x bərabərdir -68-ə. Hər tərəfin -1-ə vurduğumuz zaman x də bərabər edəcək 68-ə. Qonşu bucaqların dərəcə ölçüləri nisbəti 13-5 kimidir. Bu bucaqların fərqini tapın. Qonşu bucaqların dərəcə ölçüləri, yəni qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Yəni 13x üstə gələk 5x bərabərdir 180-ə. 18x bərabərdir 180, x də bərabərdir 10-a. Bu bucaqların fərqini soruşduğu üçün 13x bərabərdir 13 vurulsun 10-dan 130. 5x də bərabərdir 5 vurulsun 10-dan 50. 130-dan da biz 50-ni çıxdığımız zaman edəcək 80. AB 10 cm-dir. A ilə B-də 70 dərəcə olarsa, qurulmuş ABC üçbucağının növünü təyin edin. Əlbəttə ki, bu bərabər yanlı üçbucaqdır. Şəkildə neçə dənə parça var? Bu parçaları siz bir-bir də götürüb saya bilərsiniz. Amma düsturumuz bu var ki, n-1 bölünsün 2 şəklində. N, buradakı n 1, 2, 3, 4, 5, 6 verilən parçaların sayıdır. Yəni qeyd olunan nöqtələrin sayıdır daha doğrusu. 6 vurulsun 6-1 bölünsün 2-yə. 6 vurulsun 5 bölünsün 2. 30, 30'u 2'ye böldüğümüz zaman edəcək 15. Deməli, burada 15 dənə parça var. 43-də düz mütənasib kəmiyyətlərdir. A plus B cəmini tapın. Çalışacağım ki, burada elə göstərim sizin üçün. Biz bilirik ki, bax bu ifadəni yazıram buradan. Düz mütənasib asıllığın düstur y bərabərdir k x-a. K mütənasiblik əmsaldır. Birinci k-nı tapmalıyıq. Y bölünsün x-a. Və yaxud da x-i tapmaq üçün də y bölünsün k düsturundan istifadə eləməliyəm. Gəlin bizə verilən x, y-dən k-nı tapaq. K bərabərdir y bölünsün x-a. Yəni 36 bölünsün 12-yə. Biz demişik ki, düz mütənasib asılılıqda nisbətlər sabit olmalıdır. Tərs mütənasib asılılıqda hasillər sabit olmalıdır. 36-nı 12-yə böldüyümüz zaman burada edəcək 3. Deməli bizim k-mız 3-dür. Gəlin indi biz buradan y-i tapaq. Y-i tapırıqsa y bərabərdir kx olacaq. K-mız 3-dür, x-imiz 25-dir. 3-ü 25-ə vuranda edəcək 75. Yəni A bərabərdir 75-i aldıq. İndi gəlin B-ni tapaq. X tapmalıyam. X bərabərdir y bölünsün k-ya. Y-imiz 63-dür, k-mız da 3-dür. Bu da edəcək 21. Yəni B-ni də tapdıq ki, biz 21-dir. A üstə gəlsin, B-ni soruşduğu üçün 75-in də üstünə 21 gəldiyimiz zaman edəcək 93. 96. 93 niyə dedim? A variantı. Fikir verirsinizsə, hər monitoringdə mütləq ki, o düz mütənasib, tərs mütənasib asılılıqdan sual düşür. Yəni, inşallah ki, bu qədər əziyyət çəkirik həqiqətən.
Allah heç kimin əziyyətini itirməsin. Bu qədər hər şeyi xırdalığına qədər qeyd edirik. Zəhmət olmasa siz də baxın, öyrənin. Yenə də nəyi bilmirsinizsə, mənlə əlaqə saxlayın, nömrə verim, qeyd edeyim, oradan yazın mənə ki, bunu mövzunu mən bilmirəm, mənə izah eləyin. Çünki bəzən məndə dərsləri çəkmək alınmır vaxt baxımından. Ona görə neçə uşaq necə soruşur, narahat qalıram da, mən də cavab verməyəndə. Bu şəkildə istənilən şəkildə TikTokdan yazaraq, YouTube'un özündən yazaraq mənlə əlaqə saxlaya bilərsiniz. Mənim ən böyük məqsədim siz 6-cı sinif şagirdlərimin inşallah imtahanda yaxşı nəticə göstərməkdir. Nihat, keçək sualımıza. Nihat dostları ilə birlikdə velosiped sürməyə çıxır. Onlar qərara gəldilər ki, hər gün ən azı 3 kilometr, ən çoxu 12 kilometr. Yəni bu ən azı söhbəti niyə deyir? Yəni 3-də ola bilər. 12-də ola bilər. Onlardan az da ola bilər, çox da ola bilər. Yəni belə tam dəqiq bir şey demir. Nihat bugün x kilometr yol getdi. Aşağıdakı bərabərsizliklərdən hansı Nihatın bugün getdiyi məsafəni düzgün ifadə edir? Ən azı söhbəti var deyə, deməli böyük bərabərlik və ya kiçik bərabərlik olacaq. Ona görə də elə A variantı qeyd olunur. Aysu gün ərzində termometrin göstəricisini qeyd edərək müəyyən etdi ki, temperatur hər 4 saatdan bir 3 dərəcə aşağı düşür. Səhər saat 9:00-dan etibarən 5 dərəcə idi. Axşam 21:00-da temperatur nə qədər olar? Deməli, 9-dan 4 saatdan 1 3 dərəcə aşağı düşür. Saat 9-da 5-dirsə, 4 saatdan 1, yəni 9 üstə gələk 4 bərabərdir saat 13-də. Yəni saat 1-də bizim temperaturum bu olur, 13 olur bir dəqiqə. Sonra 13-ün üstünə mən 4 gəlirəm, bu edir yenə 17. 17-nin üstünə 4 gəlirəm, edir 21. İndi biz həmin 3 aşağı düşür deyə 3, 6, 9. Yəni bu 9 saat 9 dərəcə düşür də. Deməli 5-dən də 9-u çıxaram, edər -4. 46. Həcmi 216 cm kvadratı həcm V bərabərdir 216. Hündürlüyü də 2 cm olan silindrin oturacağının çevrə uzunluğunu tapın. Burada suala diqqət edək. Oturacağının çevrə uzunluğunu tapaq. Biz birinci buradan nə yaza bilərik? Bilirik ki, düsturumuz V bərabərdir S oturacaq vurulsun H-dır. S oturacaqda pi R-in kvadratı vurulsun H-dır. Bu düsturu bilirik. Biz buradan gəlin R-i tapaq. Çünki burada V də var, H da var, R-imiz yoxdur, amma pi də var. R kvadratı bərabərdir V bölünsün pi H-a. V-imiz 216-dır, pi-imiz 3-dür, H-ımız da 2-dir. Bu edəcək 36. Əgər R-in kvadratı 36-dırsa, R də bərabərdir 6-ya. Bunu ən azından bilirik. Yəni nəyin kvadratı 36 edir? 6-nın kvadratı 36 edir. Sonra çevrənin uzunluğunu soruşduğu üçün S bərabərdir 2 pi R düsturundan 2 vurulsun 3-ə, vurulsun R 6-dır. Bu da edəcək 36. Deməli, cavabımız 36-dır. Və nəhayət yaxınlaşırıq sonlara. Bərabərliyin x-in hansı qiymətində doğrudur? Yəni biz bu tənliyi həll eləməliyik. Çarpaz vururuq, 9 vurulsun 2x minus 3 bərabərdir 5 vurulsun 81. Deməli, 18x çıxılsın 27 bərabərdir 405-ə. 18x bərabərdir 405 üstə gələnsin 27. 18x bərabərdir 432, x də bərabərdir 24. Yəni cavabımız 24-dür. Bərabərsizliyin ən kiçik natural həllinin 2 mislini tapın. Gəlin birinci bərabərsizliyimizi həll edək. 32 çıxılsın 17 kiçikdir x-dan. 32-dən 17-ni çıxdığımız zaman 15 kiçikdir x. Ən kiçik natural həlli 16-dır. X bərabərdir 16-dır. Həllinin 2 mislini soruşur. Yəni 16-nı vur 2-yə, eləsin 32. Cavabımız 32-dir. A bərabər 3B bölünsün S kəsində A 10, S 12 olarsa B-ni tapın. Gəlin yerinə yazaq. 10 bərabərdir 3B bölünsün 12-yə. Çarpaz vuraraq 3B bərabərdir 120, B də bərabərdir 40-a. Deməli, B-imiz 40 imiş.
Şəkildə verilmiş OM mərkəzli çevrələrin uzunluqları uyğun olaraq 96 və 24 metr olduğuna görə, yəni sanki burada o 96-dır, uzunluğundan da fikir versəz, M 24-dür. OM parçasının uzunluğunu tapın deyir. Biz bilirik ki, S bərabərdir 2 pi R-dən. Gəlin qiymətlərin yerinə yazaq. CO üçün. CO üçün yazanda 96 bərabərdir 2 vurulsun 3 vurulsun R-ə. Buradan R-i də tapanda 96-nı böləcəyik 6-ya. Bu edəcək 16. Gəl SM üçün tapaq. Yenə 2 pi R-dən SM-in qiyməti 24 bərabərdir 2 vurulsun 3 vurulsun R-ə. R bərabərdir 24 bölünsün 6-ya. Bu edəcək 4. OM parçasının ümumi uzunluğunu soruşduğu üçün 16 üstə gələk 4 bərabərdir 20-yə. Deməli, parçasının uzunluğu 20 metr imiş. Bu şəkildə bu da burada yekunlaşdı.